Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Velhamdülillahi rabbil alamin. Ve sallallahu ala Muhammedin ve ali Muhammed el-emmə vel mehdiyina ve sellim teslima. Vahid və qəhhar olan Allahın adı ilə, aləmlərin Rəbbi olan Allaha həmd olsun və onun salavatı və salamı Muhammed və ali Muhammedin, imamların və mehdilərin üzərinə olsun. Quran-ı Kərimdə buyurulur: Həqiqətən Allah bir ağcaqanadı və ya ondan daha kiçik olanı məsəl çəkməkdən çəkinməz. Bəzi tərcümələrdə ondan daha kiçik olanı, digər tərcümələrdə isə və ya ondan daha üstün olanı deyilir. İman gətirənlər bunun öz Rəbbindən gələn bir haqq olduğunu bilirlər. Kafir olanlar isə deyirlər: Allah bu məsəllə nə demək istədi? O bununla bir çoxlarını azdırır və bir çoxlarını da doğru yola yönəldir. Və o bununla yalnız fasiqlərdən başqasını azdırmaz. Əslində tarix boyu Muhammed Peyğəmbərin dövründən bu günə qədər bir çox insan Quran-ı Kərimdəki bu ayə üzərində düşünmüş və onun mənasını anlamağa çalışmışdır. İmam Sadiq əleyhissalam buyurub: Bu məsəl Allah subhanahu və Teala tərəfindən möminlərin əmiri üçün çəkilmişdir. Deməli bu ayədəki ağcaqanad əslində möminlərin əmiridir. Ondan üstün və ya ondan kiçik olan isə Allah Rəsulu Muhammed sallallahu aleyhi və aleyhdir. Beləliklə Allahın demək istədiyi odur ki, İmam Əlinin misalı ağcaqanadın misalıdır. Ondan kiçik olanın misalı isə Allah Rəsulunun misalıdır. Başqa sözlə ayə deyir ki, Allah yaradılışda İmam Əli ibn Əbu Talib əleyhissalam olaraq zahir olduğu kimi, yenə də bir ağcaqanad olaraq belə zahir olmaqdan utanmır və Allah Muhammədi bir hicab olaraq götürdüyü kimi, ondan daha kiçik bir şeyi də hicab olaraq götürməkdən utanmır. Və bu anlayışdan İmam Əhməd Əl-Həsən əleyhissalam, Allah bizimlə hər şeydə, hətta bir daşda belə danışır sözləri daha da aydın olur. Beləliklə burada ayədə açıq şəkildə görünür ki, Allah subhanahu və Teala ağcaqanadı məsəl çəkməkdən utanmadığını dedikdə, onun hətta ağcaqanad vasitəsilə də zahir olmaqdan və ya danışmaqdan utanmadığını nəzərdə tutur. Eynilə İmam Əhməd Əl-Həsən əleyhissalamın buyurduğu kimi, Allah bizimlə hər şeylə, hətta bir daş vasitəsilə belə danışır və biz bunun nəbilərin və elçilərin həyatında gerçəkləşdiyini gördük. Çünki Allah özünü hətta ən kiçik məxluqatın arasında gizlədərək onlara təvazökarlıq öyrətdi və eqolarını qırdı. Çünki Allah əvvəllər Süleymanla bir qarışqa vasitəsilə danışmışdı. Quran-ı Kərimdə buyurulur: Nəhayət, onlar qarışqa vadisinə gəlib çatdıqda bir qarışqa xəbərdarlıq edib dedi: Ey qarışqalar, tez yuvalarınıza girin ki, Süleyman və ordusu özləri də bilmədən sizi sındırıb məhv etməsinlər. Nəml surəsi 18-ci ayə. O zaman Süleyman onun sözlərindən fərəhlənib gülümsədi və dua edərək dedi: Ey Rəbbim, mənə həm mənim özümə, həm də valideynlərimə bəxş etdiyin nemətə şükür etmək və sənin razı qalacağın yaxşı işlər görmək üçün ilham ver və məni öz mərhəmətinlə əməli salih qullarının sırasına daxil et. Nəml surəsi 19-cu ayə. Bir rəvayətdə Əli ibn Musa Ər-Rıza əleyhissalam dedi ki, o atası Musa ibn Cəfərdən, o da atası Cəfər ibn Muhamməddən Allahın onun sözlərindən fərəhlənib gülümsədi. Kəlamı barəsində bunları eşitmişdir. O buyurdu ki, qarışqa: Ey qarışqalar, yuvalarınıza girin ki, Süleyman və ordusu özləri də bilmədən sizi sındırmasınlar dediyi zaman, külək qarışqanın səsini Süleymana çatdırdı. Halbuki o, havada küləyin üzərində səyahət edirdi. Beləliklə o dayandı və dedi: O qarışqanı mənə gətirin. Və qarışqa gətirildiyi zaman Süleyman dedi: Ey qarışqa, mənim Allahın peyğəmbəri olduğumu və heç kimə haqsızlıq etmədiyimi bilmirsənmi? Qarışqa cavab verdi: Bəli. Süleyman dedi: Bəs niyə sən onları mənim zülmümdən çəkindirərək Süleyman və ordusu sizi sındırmasın dedin? Qarışqa cavab verdi: Mən qorxdum ki, onlar sənin əzəmətinə baxar, ondan vəcdə gələr və beləliklə Allahı zikr etməkdən yayınarlar. Sonra qarışqa Süleymana aşağıdakı sualı verdi. İndi istəyirəm ki, buna həqiqətən diqqət yetirəsiniz. Əsl sir və müşahidəçilərin diqqət yetirməli olduğu əsl müşahidə məhz buradadır. Sonra qarışqa dedi: Sən daha böyüksən, yoxsa atan Davud? Süleyman cavab verdi: Doğrusu atam Davud daha böyükdür. Qarışqa soruşdu: Bəs niyə sənin adın atanın adından fərqli olaraq bir hərf artıq əlavə edilib? Və bu məqamda araya girib qeyd etmək istəyirəm ki, İbrani dilində Süleymanın adında 4 hərf, Davudun adında isə 3 hərf var. Deməli, həqiqətən də Süleymanın adı Davuddan bir hərf artıqdır. Qarışqa soruşur ki, kim daha üstündür? Sən yoxsa Davud?
Süleyman deyir Davud, qarışqa deyir. Onda necə olur ki, əgər o səndən daha üstündürsə, sənin adının hərflərinin sayı Davuddan bir hərf artıqdır. Süleyman deyir, bu barədə mənim heç bir elmim yoxdur. Sonra qarışqa dedi, çünki atan Davud öz yarasını məhəbbət ilə sağaltdı. Bu, onun köhnə adı idi. Onun əsl adı David Cərhu Bəvid, o yarasını məhəbbət ilə sağaltdı idi. Deməli, bu onun əsl adı idi və bu adda Süleymandan daha çox hərf olduğu üçün onun səndən daha üstün olduğunu sübut etdi. Lakin bu ad uzun olduğundan və çoxlu hərfə malik olduğundan zaman keçdikcə qısaldı və David Cərhu Bəvid əvəzinə Davud oldu. Sənə gəldikdə isə ey Süleyman, ümid edirəm ki, fəzilətdə atana qoşularsan. Sonra qarışqa dedi, bütün səltənətin içindən yalnız küləyin niyə sənə tabe edildiyini bilirsənmi? Süleyman dedi, bu barədə də mənim heç bir elmim yoxdur, bilmirəm. Qarışqa dedi, Allah Subhanahu və Teala bununla bildirmək istədi ki, əgər bütün səltənət sənə tabe edilsəydi belə, necə ki bu külək sənə tabe edilib, onun sənin əlindən çıxıb getməsi, küləyin keçib getməsi kimi olardı. Məhz o anda Süleyman qarışqanın sözlərindən fərəhlənib gülümsədi. İndi burada vacib bir məqam var. Açıq şəkildə görürük ki, Süleyman Peyğəmbər qarışqaya nisbətdə əslində ehtiyac içindədir. Süleyman qarışqanın elminə möhtacdır. Süleyman qarışqanın hikmətinə möhtacdır. Süleyman qarışqa ilə müqayisədə cahildir. Belə olan halda qarışqa Allahın Süleymana göndərdiyi elçi olduğu və Allahın məntiqini bilən olduğu halda necə ola bilər ki, Süleyman qarışqa üzərində bir höccət və Allah tərəfindən o qarışqaya göndərilmiş bir elçi olsun? Deməli, aydındır ki, Allah Süleymanla danışmaq və ona təvazökarlıq dərsi vermək üçün özünü o qarışqa ilə pərdələdi. Beləliklə, Süleyman Allahın bir pərdəsi və yaradılışda Allahın bir təcəllisi olsa da, qarışqa yaradılışda Allahın daha üstün bir təcəllisi idi. Süleymanın zahiri həqiqəti Süleyman zahir idi. Onun zahiri qüdrət idi. Onun zahiri əzəmət idi. Qarışqanın zahiri həqiqəti isə zəiflik idi, gücsüzlük idi, kiçiklik idi. Lakin Süleymanın həqiqəti qarışqanın zənginliyi həqiqətinə nisbətdə yoxsulluq idi. Və bu yerdə Musa ilə itin hekayəsi məna qazanır. Çünki Musa Tövrat verildikdən sonra bütün məxluqatın ən müdriki olduğunu düşünəndə Allah Musaya belə buyurdu. Get və özündən daha üstün olduğun birini tap və mənimlə görüşə gətir. Musa bütün İsrail oğullarının üzlərinə baxdı, lakin öz xalqından heç kimdən daha üstün olduğunu düşünə bilmədi. Nəhayət yer üzündə sürünən və addımlayan heyvanlara və məxluqata baxmağa başladı. Gözü xəstə bir itə sataşdı və öz-özünə dedi, şübhəsiz ki, mən bu xəstə itdən daha üstünəm. İtin boynuna bir kəndir saldı və Allahla görüşmək üçün onu özü ilə aparmağa başladı. Yolda o etdiyi hərəkətdən peşman oldu və iti sərbəst buraxdı. O yoluna davam etdi və Allahla tək başına görüşdü. Allahla görüşdükdə ondan soruşuldu. Niyə mənim əmrimə uyğun olaraq özünlə kimsəni gətirmədin? Musa əleyhissalam cavab verdi. Ey Rəbbim, özümdən aşağı olan heç kimi tapa bilmədim. Allahdan belə bir cavab gəldi. Qüdrət və əzəmətimə and olsun, əgər özündən aşağı hesab etdiyin birini gətirsəydin, mütləq sənin adını peyğəmbərlərin siyahısından silər və sənin nübüvvət məqamından məhrum edərdim. Bu ona görədir ki, Allah Subhanahu və Teala özünü hətta ən kiçik məxluqatın, bir ağcaqanadın, ondan kiçik və ya ondan üstün olanın arxasında gizlətməkdən utanmır. Və buna görə də biz tez-tez Muhammed və Ali Muhammedin rəvayətlərində heyvanların, insanların müəllimləri və ya cəzalandırıcıları, hətta nəbilərin və elçilərin cəzalandırıcıları və müəllimləri kimi çıxış etdiyini görürük. Bir rəvayətdə deyilir ki, Süleyman əleyhissalam bir dəfə erkək bir sərçənin dişi sərçəyə belə dediyini eşitdi. Yəni, erkək sərçə dişi sərçə ilə danışır və deyir, niyə məni rədd edirsən? Əgər istəsəydim, Süleymanın qübbəsini dimdiyimə alıb dənizə atardım. Süleyman onun sözlərinə gülümsədi və sonra o, hər iki quşu çağırıb erkək sərçəyə dedi, bunu etməyə həqiqətən qadirsən? Quş cavab verdi, xeyr, ya Resulullah. Lakin bir kişi öz yoldaşının gözündə özünü bəzəyib ucalda bilər və bir aşiq dediklərinə görə qınanmaz. Sonra Süleyman dişi sərçəyə dedi, o səni sevdiyi halda niyə onu rədd edirsən? O cavab verdi, ey Allahın Peyğəmbəri, o həqiqi bir aşiq deyil, sadəcə yalandan iddia edir, çünki məndən başqa birini də sevir. Dişi sərçənin sözləri Süleymana dərindən təsir etdi. Bu, onun bədənindən keçən şok kimi idi. O şiddətlə ağladı və 40 gün insanlardan uzaqlaşaraq qəlbini yalnız onun sevgisi üçün boşaltması və onu başqa heç nəyin sevgisi ilə qarışdırmaması üçün Allaha dua etdi.
Beləliklə aydındır ki, Allah insanlar və peyğəmbərlər üçün məsələlər çəkir və öz məxluqatının ən zəiflərinin dilləri ilə danışır. O özünü istədiyi hər şeyin arxasında gizlədir və istədiyi hər hansı bir istiqamətdən danışır. Və əlbəttə ki, əgər Süleymana etdiyi kimi öz məxluqatı ilə bir qarışqa vasitəsilə, Musaya etdiyi kimi yanan bir kol vasitəsilə və ya İsrail peyğəmbərlərinə etdiyi kimi taxta bir sandıq vasitəsilə danışa bilirsə, öz məxluqatı ilə bir insan vasitəsilə də danışa bilər. Və o, hər dövrdə və zamanda bəşəriyyətlə bir insan vasitəsilə danışır və o, insan zamanın imamıdır. Buna görə də Muhammed Peyğəmbər buyurub, kim ölər və öz zamanının imamını tanımasa, cahiliyyət ölümü ilə ölmüş olar. Çünki o adam yaradılışda Allahın bənzəridir. O adam yaradılışda Allahın sözcüsüdür. O adam yaradılışda Allahın pərdəsidir. Buna görə də İmam Sadiq əleyhissalam buyurub, öz məxluqatında mövcud olan nə ziddi, nə də bənzəri olmayan Allahı arzulayan hər kəs bilsin ki, mən oyam. Və hətta qarışqa da belə demişdir. Ey Allah, biz sənin məxluqatındanıq və sənin ruzun olmadan yaşaya bilmərik. Odur ki, Adəm övladlarının günahlarına görə bizi məhv etmə. Və beləliklə mən istəyirəm ki, bu, bütün insanlar üçün bir xəbərdarlıq olsun. Qoy bu, böyük səlahiyyətli, ağır şəkildə silahlanmış, öz ordusu ilə məğrurcasına addımlayan hər bir krala xəbərdarlıq olsun. Qoy bu krala və onun ordusuna xəbərdarlıq olsun ki, əgər onlar qarışqa yuvasının üzərinə ayaq bassalar, Allahın taxtı və onun xalqı üzərinə ayaq basmış ola bilərlər. Çünki Allah Süleymanla onun səltənətindəki zəif bir qarışqa vasitəsilə danışdığı kimi, hər hansı bir kralla da onun səltənətindəki hər hansı zəif bir Allah qulu vasitəsilə danışa bilər. Və Allahı təsbih edən bir cəmiyyəti məhv etdiyinə görə Allah hər hansı bir kralın səltənətini yer üzündən silə bilər. Və həqiqətən Allah Subhanahu və Teala qarışqalara və bir qarışqa cəmiyyətinə haqsızlıq etdiyinə görə öz peyğəmbərlərindən birini cəzalandırmışdır. Əbu Hüreyrə xüsusi bir hədisdə Muhammed peyğəmbərdən rəvayət etmişdir. O buyurub, bir qarışqa peyğəmbərlərdən birini dişlədi və buna görə də həmin peyğəmbər bütün qarışqa yuvasının yandırılmasını əmr etdi. Sonra Allah ona vəhy etdi. Səni bircə qarışqa dişlədiyi halda sən Allahı təsbih edən cəmiyyətlər arasında bir cəmiyyəti məhv etdin. Məhz buna görə İmam Əli ibn Əbu Talib əleyhissalam insanlara xəbərdarlıq edərək onlara bildirmişdir ki, bütün dünyaya və onun üzərində olanlara sahib olmaq üçün bir qarışqaya zülm etməyə dəyməz. İmam Əli əleyhissalam buyurub, Allaha and olsun ki, əgər bir qarışqadan arpa dənəsinin qabığını almaqla Allaha asi olmaq müqabilində 7 iqlim və onların göyləri altında olan hər şey mənə verilsəydi, yenə də bunu etməzdim. Həqiqətən sizin bütün dünyanız mənim üçün çəyirtkənin ağzında çeynədiyi bir yarpaqdan da dəyərsizdir. Süleyman və qarışqa hekayəsində rəhbərlik və səlahiyyət mövqelərində olanlar üçün böyük bir xəbərdarlıq var ki, öz səltənətləri daxilindəki daha zəif cəmiyyətlərlə necə rəftar etdiklərinə diqqət etsinlər. Çünki əgər Süleyman o qarışqaya fikir verməsəydi, əgər o və ordusu o qarışqanı və onun icmasını ayaqlayıb əssəydilər, o qarışqaya və onun icmasına edilən şeylər Süleymana və onun səltənətinə edilərdi. Məgər görmədinizmi ki, insanlara edilməsini iradə etdiyi şeyləri öz peyğəmbərlərinə etmək Allahın sünnəsi idi? Yeşayanın misalına baxın. Allah Yeşayaya əmr edib, ona deyir, get və belindən çulu aç və ayaqqabını ayağından çıxar. O da belə etdi və Yeşaya çılpaq və ayakyalın gəzməyə başladı. Allah daha sonra izah edərək buyurdu, qulum Yeşaya Misirə və Həbəşistana bir əlamət və bir ibrət olaraq 3 il çılpaq və ayakyalın gəzdiyi kimi, Assuriya kralı da Misir əsirlərini və Həbəşistan sürgünlərini gənc və yaşlı çılpaq və ayakyalın şəkildə sürgünə aparacaq. Yeşayanın alçaldılması Misir və Kuşun Assuriya tərəfindən alçaldılmasının kəhanət əlamətinə çevrildi. Allahın Yeremiyaya nə dediyi misalına baxın. Özünə zəncirlər və boyunduruqlar düzəlt və onları boynuna keçir. Sonra Allah izah etdi və indi mən bütün bu torpaqları Babil kralı Buxtun Nəsirin əlinə verdim və elə olacaq ki, Babilə xidmət etməyəcək milləti və krallığı mən cəzalandıracağam. Sən taxta boyunduruqları qırdın, lakin onlara dəmir boyunduruqlar düzəldəcəksən. Çünki mən bütün bu xalqların boynuna dəmir boyunduruq qoydum. Allahın Hizqilə nə dediyi misalına baxın. O ona dedi, özünə iti bir bıçaq götür, onun başının və saqqalının üzərindən keçir, saçları böl, 1/3-ni odla yandıracaqsan, ətrafını bıçaqla kəsəcəksən və 1/3-ni küləyə sovuracaqsan. Sonra Allah izah etdi, sənin xalqın 1/3 vəba və aclıqdan öləcək,
üçdə biri qılıncdan keçiriləcək və üçdə birini də mən bütün küləklərə dağıdacağam. Beləliklə Allah öz peyğəmbərlərinə onların başlarına gələcəklərin bir kəhanət kimi və bir ədalət və karmik intiqam aktı olaraq öz zamanlarının zalım krallarına etmək qərarına gəldiyi şeyi etdi. Elə isə öz şəhərindən ayaqyalın çıxarılacaq, tacından məhrum ediləcək, sürgün olunacaq və övladlarından qoparılacaq kəs kimdir? Bunu qarışqaya edən və qarışqanı ayaqyalın yürüdən, baş geyimindən məhrum edən, şəhərindən sürgün edən və övladlarından qoparan kəs. Rəblərin Rəbbi və kralların kralı Əhməd belə buyurdu. Tövbə edənlər onu çox bağışlayan və rəhimli görəcəklər. Tövbə etməyənlər isə onun sözlərinin mütləq həqiqət olduğunu görəcəklər. Tapdalanmaq təhlükəsində olan qarışqa cəmiyyətinə gəldikdə isə Allah Subhanahu və Teala öz müqəddəs kitabında onlara ən yaxşı nəsihəti artıq vermişdir. O buyurdu, nəhayət onlar qarışqa vadisinə gəlib çatdıqda bir qarışqa xəbərdarlıq edib dedi. Ey qarışqalar, tez yuvalarınıza girin ki, Süleyman və ordusu özləri də bilmədən sizi əzib məhv etməsinlər. Qarışqa və onun cəmiyyəti mühümdür. Allah bəşəriyyətə 124 min nəbi və elçi göndərmişdir və o 114 surədən birini qarışqanın adı ilə adlandırmışdır. Halbuki nəbilərin və elçilərin böyük əksəriyyəti adı çəkilmədən və xatırlanmadan qalmışdır. Vəlhəmdülillahi Rabbil aləmin və sallallahu ələ Muhammedin və ali Muhammed. Ələyimmə vəl-məhdiyinə və səllim təslimə. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuh. Elhamdülillahi Rabbil alemin. Sallallahu ala Muhammedin ve ali Muhammed. Ələyimmə vəl-məhdiyinə və səllim təslimə. Esselamu aleykum və rəhmətullahi və bərəkatuh.